Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda mərkəzdə Heydər Parkının icra hakimiyyətinin yaxınlığında çox gözəl bir hündür mərtəbəli binanın orta mərtəbəsində 62 kvadrat metrdən ibarət 2 otağa düzəlmə, elektronik əşyalar çıxmaq şərti ilə satılan kupçalı bir mənzil çəkib təqdim edirik. Mənzildə köçsən əlaqədar bir qədər dağınıqlığı var, nəzərə alasınız. Mənzilin qonaq otağı zalıdır dəyərli izləyicilər. Proyektdə dəyişiklik olmuşdu, gözəl bir proyektdir. Yəni bu ərazidə bu qiymətə bu kvadratlı ev yoxdur. Mənzilin eyvanına keçid buradandır dəyərli izləyicilər. Mənzildə mətbəx bu hissədə salınmışdır. Görürsünüz, buradan da elektronik əşyalar götürülür və mənzilin yataq otağına da keçid buradandır. Bu yataq mebel dəstə qalır. Buranın da müstəqil pəncərəsi var. Yəni ev sahibi elə bir etmişdi ki, yataq otağında pəncərə olsun və qonaq otağı zalında pəncərəsi olsun. Mətbəxlə qonaq otağı arasında belə bir ara kəsmə düzəltmişdi və mənzilin dəhlizindən təqdimata davam edir. Bura mənzilin giriş qapısıdır. Qeyd etdiyim kimi bir qədər dağınıq nəzərə alınır və sanitar qovşaqdır, ümumi sanitar qovşaqdır. Girişdən daxil olduqda sol tərəfdə ümumi sanitar qovşaqdır. Çox gözəl bir təklif və qiymət təyin edilmişdir. Digər ətraflı məlumatlarla bağlı buyurub müraciət edə bilərsiniz. Bizi izləməyə davam edin. Bu günə bu qədər. Çox sağ olun.